Salonun ortasında böyük el divan, altında itmiş əşyalar və yığılan tozlar. Bəs bu qarışıqlığı normal və səliqəli otağa çevirmək mümkündürmü? İlk taxta qutular əlavə edib, arxa hissəsində laminat panellər, üzərinə isə qalın yastıqlar yerləşdirib, komfortlu oturma zonası qurduq. Alt hissədə olacaq çəkməcələr sayəsində oyuncaq və günlük əşyaları yığaq. Divan arxasında divar boyu yerləşən dolablarla səliqəli yığım yerləri qurmuş olduq. Daha sonra səliqəli alçaq dolablar əlavə edərək günlük əşyalar üçün rahat əlçatan olan yerlər yaratdıq. Açıq rəflərdə içkilər üçün də yer əlavə edildi. Geniş ayaqqabılıq da əlavə etməyi unutmadıq. Ortaya yerləşdirilən yuvarlaq yüngül çəkili masa otağın mərkəzinə yerləşdirildi. Massiv taxta döşəməli hissə isə istilik və rahatlıq hissini artırdı. Burada uşaqlar üçün kitablıq divar rəfi hazırlayıb, qarşı tərəfə isə çalışma masası əlavə edildi. Bu qonaq otağı sadəcə otaq deyil, səliqəli, funksional və rahat yaşayış sahəsi oldu. Gözəl ev üçün böyük büdcələrə ehtiyac yoxdur. Sadəcə doğru bilgilərə ehtiyacımız var. Dizaynerin sizinlə əlaqə saxlaması üçün mesaj bölümünə yaza bilərsiniz.